Oysa gəl. Boğazımı biraz yaşla sonra gedərsən. Bizim mərtəbədə nə acaq? Qonşunuz 19 litrlik su sifariş vermişdi o marketdən, onu gətirmişdim. Ha? O nə qəşəng köynəyim var. Xalovlar eləyib. Bu pomadalar daha çox olsaydı, lap qəşəng görsənərdi. Yaşılıq sandarsın. Nə pamadı, nə şuluğu. Xalovunu tanımırsan, çox seryoz adamdır o. O mənə elə seryoz köynək verər. Bəs bu pomada nədir burada? Hə, bayaq ofisə, liftə minəndə qız yıxılırdı. Onun pamadası yəqin dəyib yıxılanda. Hə, liftdə də dinç yanmır sana. Al bunu, bək yaşılıq sən. Yaxşı da, nə şuluğu? Mən nə elə şey görmüsən sən birdən ikiyə? Lift ağzına kimi doluydu, qız da qaça-qaça gəlirdi. Qapı bağlanmamışdan bir təhər özünü saldı içəri. O da yıxılırdı. Mən də yıxılmasın deyə qızı tutdum. Liftdə də qız tutursan. Nə qız tutmağı? O mənə də tutmadım. Yıxılırdı tutdum deyirəm də. Yaxşı, mən inandım. Sən də dua elə ki, Fatimə də inansın. Əgər o inanmasa ya, sənin başında nə qədər tüklərin var, hamısı Ciu. Getməyib, saat neçədir? altın yaşlı. Ayda, Fatimə indi gələcək. Mənə bax, sən bu qədər şeyi köynəyin leşəsinə parmağa görə aldın. Əlbəttə. Ondan sonra bir dənə köynək sifariş verərdin, alıb gətirərdin. Olur elə. Paltarı bu zarafat edirəm.